Salam əziz müdavimlər. Atdığımız sınaqların izahına baxaq. Sənəd 1-dəki sınaqlar. Sual 1. Müzakirələr zamanı amil sinif yoldaşlarının təkidi ilə öz fikrindən daşınır və onların dediklərini təsdiqləyir. Burada baxsaq, amilin sinif yoldaşları onun sosial mühitidir. Və amil öz fikirlərini ətraf mühitin fikirlərinə uyğun olaraq dəyişir. Öz fikrindən daşınır. Deməli, amil ətraf mühitin təsirinə tez düşür. Bu olur ekstravert. Bizdən nəyi soruşur? Növü, ekstravert və sosioloji. Yəni, sosioloji nədir? Ətraf mühitin təsiri altına düşə bilir, öz fikrindən daşına bilir. Deməli, burada B variantıdır. Sual 2. İzahat, dəyərləndirmə, suallara icazə verilmir. Sual verən şəxs cavaba əsasən opponentlərə müraciət edir. Təklif olunan yolların müsbət və mənfi tərəfləri müəyyənləşir. Söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə olunur. Bəhs edilməyən təlim üsulunu müəyyən edin. Baxın, izahat, dəyərləndirmə, suallara icazə verilmir. Yəni, burada hər hansı bir suallar verilmir və suallar da dəyərləndirilmir, izahat da edilmir. Burada məsələn, özü yazsa, bilirəm, istəyirəm, biləm, öyrəndim. Bu formada müəllim verə bilər və şagird bildiklərini, öyrənmək istədiklərini yaza bilər. Sual verən şəxs cavaba əsasən opponentlərə müraciət edir. Məsələn, sual verir şəxs, cavaba əsasən müraciət edir. Burada mən kiməmi götürə bilərəm. Tutalım ki, sual verir ki, mən şairəmmi, mən kiməm? Təklif olunan yolların müsbət tərəfləri müəyyənləşdirilir. Bu da düşün, paylaş, bölüşü götürə bilərəm. Söz analizi aparmaq, söz ehtiyatı yaratmaq üçün istifadə olunur. Bunda klaster götürə bilərəm. Burada uyğun olmayan qartopudur, C bəndi. Şagird mövzunu mənimsəyə bilmir. Müəllim isə düşünür ki, bunu tək başına etməlidir. Verilən situasiyada hansı nəzəriyyə ziddir, üzrlü sayın və pedaqoji tələb pozur. Baxın, biz yaxın inkişaf zonasında nə deyirdik? Şagirdə özündən böyük şəxs, bu müəllim də ola bilər və digər şəxslər də ola bilər, müvəqqəti kömək olmalıdır, yəni scaffoldingli etməlidir. Burada deməli, yaxın inkişaf nəzəriyyəsinə ziddir. Və müəllim baxır ki, şagird mövzunu mənimsəyə bilməyib. Müəllim də düşünür ki, o getsin, istəyir öyrənsin, istəyir yox. Deməli, dərsini tam şəkildə keçə bilmir. Pedaqoji prosesin tamlığını pozur, debəndi. Şagird mövzunu mənimsəyə bilmir. Müəllim düşünür ki, bu onu tək başına etməlidir. Verilən situasiyada hansı nəzəriyyə ziddir? Bu suallar eyni düşüb. Bu da yaxın inkişaf zonası, pedaqoji prosesin tamlığı. Şagird özünün bütün rəsmlərini gözəl və səliqəli çəkir, incəliyə gedir. Psixomotor taksonomiyanın və intellekt növünü müəyyən edin. Baxın, bütün rəsmləri gözəl və səliqəli çəkir, bütün. Hamısını edirsə, deməli, bu bunun üçün təbii bir hala çevrilir. Bu olur təbiiləşmə və rəsmlərdən danışırsa, gözəl səliqəli çəkirsə, incəliyə gedirsə, bu da olur məkan vizual, yebəndi. Sinif yoldaşları ilə mübahisə edən Əli ondan incidiyini bildirmək üçün onun əşyalarını sındırır. Baxın, burada Əli özü birbaşa sındırır. Bu vasitəsiz bullyingdir. Sinif yoldaşından inciyib, özü edir. Kiminsə Əli ilə edərdisə, bu olardı vasitəli bullying. Sözlərdən istifadə edərdisə, bu olardı verbal bullying. Amma özü birbaşa edirsə, deməli vasitəsiz bullyingdir. Və Əli ondan inciyib, başlayır onun əşyalarını sındırmağa, hisslərini idarə edə bilmir. Deməli, özünü idarə və vasitəsiz bullying cebəndi. Yanlış fikri müəyyən edin. Müəllim tədris prosesində məqsədə uyğun şəkildə müəllim mərkəzli və şagird mərkəzli yanaşmanı sintez edə bilər. Bu doğrudur. Müəllim mərkəzli yanaşma zamanı təlim müəllimin təfəkkürünə əsaslanır. Müəllim mərkəzlidə ön planda müəllim olur. Bu da doğrudur. 4K bacarıqlarının formalaşdırılması digər bacarıqların da formalaşdırılmasına şərait yaradır. Bu da doğrudur. Şagird mərkəzli yanaşma zamanı qiymətləndirmə əsasən talim nailiyyətinə yönəlir. Bu səhvdir.
Əməkdaşlıq bacarığına qrup üzvlərini idarə etmək, konflikt zamanı səmərəli strategiyalardan istifadə etmək də aiddir. Bu da doğrudur. Deməli, burada bir dənə səhv fikrimiz oldu. 4. Müəllim şagirdlərə mətn oxuyur, bildirir. Uşaqlar, verilmiş mətni dinləyin və səhv qeyd edilən məqamları müəyyən edin. Rasim isə müəllimə qulaq asmadığı üçün səhvləri müəyyən edə bilmir. Rasimin müəllimə qulaq asmağı qəbul etmə mərhələsidir. Qulaq asmırsa, deməli qəbul etmə mərhələsini pozur. Və qəbul etdikdən sonra səhv və məqamları müəyyən edirsə, bu da olur prosedural bilik. Yəni, icra var, bir proses var. Qəbul etmə prosedural debəndi. Sinif yoldaşı ilə mübahisə edən şagird mövcud vəziyyətə nə dərəcədə düzgün reaksiya verdiyini müəyyən etməyə çalışır. Yəni, biri var deyək ki, sinif yoldaşının nə hisslər keçirdiyini müəyyən edir. Bu olardı empatiya. Amma burada özünün mübahisəyə necə dərəcədə düzgün reaksiya verdiyini müəyyən edir. Yəni, öz hisslərini idarə edir. Bu olur özünü idarə. Müəllim sinif rəhbəri olduğu sinifdə Əlinin valideyi ilə münasibətləri yaxşı olmadığı üçün Əliyə aşağı qiymət yazır. Deməli, qərəzsizliyi pozur. Kənar məsələlərin öz işinə müdaxilə etməsinə icazə verir. Əli ilə münasibəti yaxşı deyil, Əlinin valideyni ilə. Gəlir Əliyə sinifdə qərəzli şəkildə davranır. Qərəzsizlik və qiymətləndirmə var. Düzgün qiymətləndirmə vermirsə, qiymətləndirmə standartını da pozur. B bəndi. Doğru olmayan fikri müəyyən edin. Təhsilin 3 forması var. Formal, informal, qeyri-formal. Doğrudur. Ümumi təhsil qiyabi ola bilməz. Ümumi təhsil, məktəb doğrudur. Yəni 1-ci sinifdən 11-ci sinifə qədər qiyabi təhsil yoxdur. Deklarativ bilik hissədə faktoloji, terminoloji doğrudur. Nümunəyə baxmaq dinləmədən daha effektivdir. Yəni bu necə bir şeydir? Həm dinləyirsən, həm gözünlə baxırsan, göz yaddaşı. Bu sənin yadında daha yaxşı qalır. Bu da doğrudur. Prosesin nümayişini izləməkdənsə şəklə baxmaq daha effektivdir. Bu yanlışdır. Biri var nümayişi izləyəsən, həm eşidəsən, həm gözünlə görəsən daha yaxşı yadında qalacaq. Bir də var sadəcə şəklə baxıb özün təsəvvür edəsən. Deməli oldu yebəndi. Düzgün fikirləri müəyyən edin. Edək. İnamsızlıq, düşüncələr, ehtimallar dinlənilən informasiyanı düzgün anlamağa mane ola bilər. Bu doğru bir fikirdir. Deyir, inamla başla ki, sən hər işi yerinə yetirə bilərsən. Bir şeyə inamsızlıq olaraq başlayırsansa, o uğurlu olunmur. Yəni, sən inamlı olmalısan, düşüncələrini dinləməlisən, ehtimallarını dinləməlisən. Deməli, bir doğrudur. Danışanın sözünü kəsmək vaxt itkisinə səbəb olur. Danışanın sözünü kəsmək deyir, vaxt itkisinə səbəb olur. Bu səhv bir fikirdir. Fəal dinləyici qarşısında şəxsə hörmət etməyə bacarmalıdır, doğrudur. Empatiya hörmət etmək kimi başa düşülür, bu da səhvdir. Yəni, empatiya qarşındakının hisslərini başa düşməkdir. Yəni, hörmət etmək yox. Oldu 1-3. Şagird intellektin müəyyənləşdirilməsi yollarına aid edilə bilməz. İntellekt. Şagird davranışını müşahidə edib edə bilərsən, asudə vaxtını təhlil edə bilərsən, digər müəllimlərlə söhbət, valideynlə söhbət edə bilərsən, amma şagirdi refleksiya etmək, öyrəndikləri biliyin nə dərəcədə öyrəndiyini üzə çıxartmaqdır. Onun intellekt növünü müəyyənləşdirmək deyil. Yebəndi. Prekonvensional səviyyəyə aid olmayanı müəyyən edin. Prekonvensional səviyyə, konvensional, bir də postkonvensional səviyyə. Prekonvensional səviyyə. Böyüklərin qoyduğu standartlar əsasdır. Bu doğru bir fikirdir. Qaydalar, yəni böyüklər qoyduğu standart, bu itaət və cəzadır da. Mən itaət etməyim ki, cəza almayım. Qaydalar dəyişməz və şərtsiz şəkildə qəbul edilir. Əsasən bunda doğru götürə bilərəm. Yenə itaət edirəm ki, cəza almayım. Müxtəlif fərdlər müxtəlif baxışlara sahibdir fikri var. Doğrudur. Mühakimə yürüdərkən sosial gözlənti nəzərə alınır. Bax, bu yanlış bir fikirdir. Oldu debəndi. Sosial gözlənti, yəni sosial müqavilə, bu da sonuncu postkonvensional mərhələyə aiddir. Şəxsi mühakimə yürüdərkən qoyulmuş qaydanın pozulması nəticəsində yaranan vəziyyətə görə qərar verilir. Bu da doğrudur. İtaət və cəza. Daha sonra, sual 15. Düzgün olan fikirləri müəyyən edin.
Gözləndi müəllimin şagirdə onun davranışı və fəaliyyətinin necə olması barədə ötürdüyü mesajdır. Doğru bir fikirdir. Dalaşmaq olmaz, diqqətli olun qaydasına aiddir. Bu səhvdir. Prosedurun öyrədilməsində ilk addım öyrət addımıdır. Doğrudur. Fəal dinləmə sinif prosedurudur. Bu da səhvdir. Deməli 1-3. Müəllim müzakirə zamanı bütün şagirdlərin müzakirədə iştirakını təmin edir. Yəni, bütün şagirdlər cavab verir. Bu olur cavab vermə mərhələsi. Konstruktiv rəy vermə deyəndə nə başa düşülür? Şagirdin çatışmayan cəhətini demək səhvdir. Şagirdi inkişafa istiqamətləndirmək. Bu doğrudur. İstiqamət rəy verirsən. Bir növ stimullaşdırırsan. B bəndi. Şagirdi tərifləmək səhvdir. Emosional rəy vermək səhvdir. Yekun rəydir səhvdir. 18. Əvvəlki bildiyin məlumatı təsdiq edən informasiya işarələr sistemidir də bu. İşarələmə sistemi də insertdir. Görsən, minus, plus, sual, V işarəsi, bu olur işarələr sistemi, bu da insert. Biri düzgün motivasiyanı qurmağa nümunə ola bilməz. Səhv buraxılan mətni oxutmaq, bu doğrudur. Şəkil göstərmək, bu da doğrudur. Musiqi parçası səsləndirmək doğrudur. Əyani vasitələr nümayiş etdirmək doğrudur. Amma variantlı sualların çox verilməsi motivasiya yaratmır. Taydada motivasiyadan salır debəndi. Şagirdlərdən biri dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də dərs kitablarını məktəbə gətirmir. Bunun yanaşmada müəllimin hansı addımı düzgün hesab edilə bilər? Şagirdi sinifdən cəza olaraq bu səhvdir, cəza olmaz. Hər gün şagirdin valideynə xəbər etmək, valideyn yorulub artıq müəllimin zəngini açmayacaq, bu səhvdir. Bir müddət dərs başlamazdan əvvəl şagirdlə birlikdə çantasını yoxlatmaq, bu zaman özünə məsuliyyət cəlb edəcək ki, müəllim mənim çantamı yoxlayacaq, qoy mən gətirim kitablarımı, cebəndi. Qaydanı prosedurdan istifadə etmək səhvdir, hərəkəti gözartı etmək səhvdir. Deməli, burada olduğu cebəndi. İndi keçək sənəd 2-yə baxaq. Deməli, deyir cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Bizə uyğunsuzluq lazımdır. Fikirlərə baxırıq. Sənin super gücün olsaydı, həyatında nə dəyişiklik olardı? Tənqidi təfəkkür, nə baş verərdi strategiyası? Elə uyğunluğu müəyyən edin, deyir uyğunluğu. Bax, bu doğrudur da, sənin super gücün olsaydı, həyatında nə dəyişiklik olardı? Sən münasibət bildirəcəksən. Münasibət bildirməkdə tənqidi təfəkkürdür, nə baş verərdi strategiyasıdır. 1. Cümlədəki sözləri leksik təhlil etdikdən sonra ümumi cümlənin sintaktik təhlil etmək, bu məntiqi təfəkkürdür. Və görsüz birinci leksik təhlil edir, sonra sintaktik təhlil edir. Əvvəlin və sonrasını bilir, ardıcıl düşünmə. 2 də doğru bir fikirdir. Əsərləri oxuduqdan sonra qəhrəmanların müsbət və mənfi tərəflərini vurğulamaq tənqidi təfəkkürdür. Səhvdir. Öyrəndiyin qaydaya əsasən məsələni həll edir, bu da tənqidi təfəkkürdür. Səhvdir. Deməli oldu 1-2. Adil bütün könüllülük layihələrinə həmişə öz istəyi ilə iştirak edir. Nümunədə səriştəni, pedaqoji tələbi və taksonomiyanı özü varsa, səriştə şəxsi və sosial məsuliyyətdir. Və həmişə edir. Bu artıq onun xarakteridir, xarakteriz etmə. Könüllülük layihələrində iştirak edəcək şəxsiyyət yönümlülükdir bəndi. Bu suallarda çətin sual yoxdur axı o dərəcədə. Bu niyə çox səhv yazıb ki, qrup? Müəllim şagirdlərə dərsi keçir, lakin onun əhəmiyyəti haqqında heç bir məlumat vermir. Deməli, bu müəllim peşəkarlıq müəllim deyil. Yəni, etik davranışdan peşəkarlıq və fərdi məsuliyyəti pozur. Pedaqoji tələbdə ki, dərsi yarımçıq keçir də, dərsi keçir, onun əhəmiyyətindən danışmır. Deməli, pedaqoji prosesin tamlığını pozur, yebəndi. Sual 4. Əsasən tənlik verilib, tənliyə baxmağa ehtiyac çoxdur. Deyir, bunun taksonomiyanın və təfəkkürün növü müəyyən et. Tənlik veribsə, onu həll edirsənsə, bu olur prosedural bilik, prosesdir. Və tənliyi həll edirsənsə, tətbiq mərhələsidir. Nəyə əsasən həll edəsən? Məntiqə əsasən, məntiqi təfəkkürdür. B-bəndi. Sual 5. Sərbəst düşünən cismin getdiyi yolun zamandan asılılığını kvadrat funksiya şəklində ifadə edir. Yenə ifadə edirsə, funksiya şəklində proses var da, prosedural bilik. Cismin getdiyi yolu funksiyada tətbiq edir. Tətbiq etmə mərhələsi
bilik olaraq da məntiqi təfəkkür Y bəndi. Maddələr və onların təşkili edən hissəcikləri əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirən şagirddə səndən yenə taksonomiyanın təfəkkürün növünü soruşur. Yenə bilik və bacarıqlarını nümayiş edir. Verilmiş var olan əsasən bir proses var, prosedural bilik, tətbiq edəcək, bir də məntiqi təfəkkür. Baxın, maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilikləri bilir və həmin bilikləri, bacarıqları nümayiş etdirir. Deməli, proses var, prosedural bilikdir. Bildiyini tətbiq edir, tətbiq etmə mərhələsi, bir də məntiqi təfəkkür. Uyğunluğu müəyyən edin. Hərəki fəaliyyətlər əlverişli icra üsullarını tətbiq edir. Prosedural bilikdir, doğrudur, icra var, proses var. Tətbiq, məntiqi təfəkkür, bir doğrudur. Hərəkətlərin sağlamlaşdırıcı və inkişaf etdirici təsiri haqqında biliklərini nümayiş etdirir. Konseptual bilik, dəyərləndirmə, məntiqi təfəkkür. Yanlışdır. Burada konseptual bilik ola bilər, amma dəyərləndirmək deyil, tətbiq etmə mərhələsidir. Deməli, ikini götürməyəcəm. Hərəkət fəaliyyəti zamanı məqbul davranışlarını nümayiş etdirir, bilir, onu tətbiq edir. Prosedural tətbiq, məntiqi doğrudur. Topun oyuna daxil edilməsini müxtəlif variantlarda tətbiq edilməsi prosedural bilik tətbiq etmə mərhələsi olmalıdır. Deməli, doğrudan 1, yanlışdan 4. 1, 4. Sual 8. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanuna uyğunluqlarını mənimsədiyini nümayiş etdirir. Verilmiş standartlara uyğun olmayan təlim nəticəsi. Bu, daha çox kimyaçılar bilər. Məsələn, sadə molekulların modelini hazırlayır, kimyəvi hadisədir. Sadə kimyəvi təcrübələrini aparır, bu da modelləşdirir, fikirləşir. Bax, bunların hamısını şagird edir. Amma atomun tərkibini izah edir müəllim. Bu, uyğun təlim nəticəsi deyil, Y bəndi. Uşaq mövzumuzun şərq mədəniyyətidir. Uşaqlar, mövzumuz şərq mədəniyyətidir. Sizdən tələb edilir ki, şərq xalqlarını nəzərdən keçirin. Nəzərdən keçirmək üçün 14 dəqiqə vaxtınız var. Lazım olsa sizə kömək edəcəm. İndi əldə edilən cavabı parta yoldaşınızla bölüşün. Sizdən təlim üsulunu soruşur. Baxın, birinci fərdidir, sonra cütlər, sonra qrup. Birinci fərdi, cüt, qrup. Düşün, cütləş, bölüş, paylaş. Bu da hansı texnikanın içərisinə aiddir? Qartopun içərisinə. C bəndi. Fikir. Şagird müəllimin qoyduğu qaydalara əməl edir. Cavab vermə mərhələsi sizdən uyğunluğu soruşur. Burada verilib yanlış. Mənə nə lazımdır? Uyğunluğa əsasən şagird müəllimin qoyduğu qaydalara əməl edir. Bu cavab vermə ola bilər. Məsələn, müəllim deyir ki, cavab verəndə əlivi qaldır və ya şahadət barmağını qaldır. Mən səni danışdıranda cavab ver. Deməli, birə yanlış yazıb, bu səhvdir. Binanı öz zövqünə uyğun dizayn edir. Öz zövqünə uyğun yaratmaq mərhələsi artikulyasiya. Bu doğrudur da. Artikulyasiyada yaradıcılıq var, yenilik ortaya çıxarır. Öz zövqünə uyğun da dizayn edirsə yaratmaq mərhələsidir. Doğru rəhlənib. Deməli, 2-dir burada. Hər zaman baş verən konfliktdə səbirli yanaşır. Qəbul etmə, xarakterizə etmə. Bu da doğru bir fikirdir, amma yanlış rəhlənib. Deməli, səhvdir. Burada doğru olmalıydı. Buldu oldu cavabımız yalnız 2. Arif təbiətdə tək başına gəzintilər və asudə vaxtını heyvanlara sərf etməyi sevir. Tək başına gəzməyi sevirsə, fərd daxili introvert cəbəndi. Uşaq dərsini oxumağa tənbəllik edir və bütün cəhdlərə baxmayaraq o dərslərini hazırlamaqda, tapşırıqları yazmaqda israrlıdır. Deyir, uşaq dərsi oxumağa tənbəllik edir, bütün cəhdlərə baxmayaraq o dərslərini hazırlamamaqda, tapşırıqları yazmamaqlarda israrlıdır. Yəni, dərsi oxumur da, hazırlamır, yazmır. Deməli, bu uşaq özünü idarə edə bilmir. Valideyn təmkinlə onu başa salır və uşaq dərsini hazırlayır. Valideyn onu özünü idarə etməyə doğru çalışır, təmkinlə izah edir. Və uşaqda açıq düşüncə tərzi formalaşdırır ki, bacarmıram yox, hələ bacarmırsan, vaxt gələcək bacarassan, B bəndi. Sual 13. A bərabər Y, 2x çıx 3 funksiyasının qiymətini hesablayın. Nümunə ilə bağlı düzgün fikirləri müəyyən edin. Edək.
Nümunədə biliyin prosedural növüdür, doğrudur, hesablama var, proses var və taksonomiyadır, doğrudur. Birinci bir doğru fikirdir. Nümunə konseptual bilik yox, prosedural bilikdir. Nümunədə ardıcıl düşünmə, bu da doğrudur. Birinci, indi riyaziyyatçılar onu daha yaxşı bilir. Hansı hissəni etməlidir, bunu bilir. Deməli, 1, 3. Nümunə sistemli düşünməyə aiddir, səhvdir. Məntiqi təfəkkür doğrudur. 1, 3, 5. Şagirdin dərsə maraqsızlığını görən müəllim onu dərsdən çıxarır. Situasiya ilə bağlı fikirləri müəyyən edin. Dərsdən çıxarır. Birincisi, şagirddə psixoloji mühiti pozur, dəstəkləyici mühiti pozub, bir də stimullaşdırmanı pozub. Əslində stimullaşdırmanı pozmur, dəstəkləyici mühiti pozur, bir də negativ cəzalandırma verir, bu səhv edir. 2 ilə 3-dür burada. Stimullaşdırmanı niyə pozulub kimi götürmürəm? Çünki dərsə maraqsız gəldiyini görüb, onu biri var sinifdə nəsə edə, onlardır stimullaşdırma. Amma sinifdə etmir, dərsdən birbaşa çıxarırsa, sağlam psixoloji mühit yaratmır. Daha çox dəstəkləyici mühiti pozur. Bir də negativ cəzalandırma üsuludur bu. 2-3. Qrafikə əsasən doğru fikirləri müəyyən edin. Qrafikə əsasən. Məsələn, A qəbul olunmadı, B də individualizmdir. Gəlin baxaq. Müəllim məni danlamaq üçün hər zaman ağıllı davranmaq. Müəllim məni danlamaq üçün hər zaman ağıllı davranmaq. Danlamaması üçün. Bu, itaət edirəm ki, cəza almayın. Bu səhvdir. Sinifdə səs-küy olduğunu görüb müəllimə xəbər edən şəxs, bu da qəbul olunma deyil, səhvdir. Dərsini oxumayan digər uşaqlara qoşulmuram, çünki müəllim mənim tənbəl olduğumu fikirləşər, cəmiyyət nə deyər deyə düşünür, bu qəbul olunmadı. Aya uyğundur 3. B də individualizm. Karandaşımı ona verdiyim, çünki onun mənə köməyi dəymişdi. Bir budur, şəxsi marağı var da individualizmdə. Məni anama şikayət etməməsi üçün ona dəftərimi verdim. Biri də budur, 2. Yəni kimsə özünü düşünür də daha çox. Mənə kömək edirəm, bir də anam məni danlamasın. Summativi köçürdüyü üçün əlinin nəticəsi ləğv edilməlidir, bu səhvdir. Deməli, 1-dən 2-dir B-yə də. Ən güclü tərəfim mövzunu ətraflı öyrənməyim oldu. Baxın, bu, məsələn, növbəti dərsdə isimin çıxışı xalına diqqət edəcəm, dərsdə aktivliyim yaxşı idi, sinif yoldaşlarıma xeyli məqamları paylaşdım. Bunlar çıxış biletidir də, bu üsul. Çıxış biletində özünün ən güclü tərəfi nədir, dərsdə aktivliyi nədir, sinif yoldaşları ilə münasibəti nədir, onları qeyd edə bilər. Çıxış bileti, yebəndi. Dərsdə hansı mövzular keçəcəyini planlayan müəllim faydasını bilir. Birinci, bu planlama və hazırlıqdır. Bir də hansı mövzu keçəcəyini planlayırsa, nəticəsini əvvəlcədən biləcək, nəticə yönümlülük. 2-3. Müəllim tapşırığı şagirdlərin səviyyəsindən qat-qat çətin qoyur. Şagird səviyyəsindən qat-qat çətin qoyursa, biz nə deyirdik? Bərabər imkanların yaradılmasında bütün şagirdlərin potensial bacarıqlarını nəzərə almalıdır. Deməli, bərabər imkanların yaradılması B bəndi. Şagirdlərə seçim imkanı verən, onun fikirlərini nəzərə alan müəllim diferensial yanaşmada birincisi şagirdin fikrini nəzərə alırsa, bu olur şagird yönümlülük və şagirdə seçim imkanı nə vaxt verər? Prosesdə. Bu da olur proses mərhələsi C. Uyğunsuzluq deyir. Doğrudan yanlışı, yanlışdan doğrunu tapmalısan. Danışan zaman Arifin sözünü kəsib onu dinləmədim. Münasibətin idarə edilməsi. Bax, bu əsasən doğru bir fikirdir. İmtahanlar haqqında nə hiss edirsən? Empatiya. Nə hiss edirsən? Bu fikirlərini danışacaq. Empatiya odur ki, deyir, məsələn, özünü başqasının yerinə qoyub düşünürsən. Deməli ki, yanlışdır. İmtahan zamanı bilindiyi gün üçün ən düzgün reaksiya necə olardı? Özünü idarə, bu doğru bir fikirdir. İlk imtahan verən riyaziyyatçıların yerində olsaydınız, bax, empatiya budur, başqasının yerinə fikirləşirsən. Deməli, doğrudan yanlış 2, yanlışdan doğru 3, 2-3.